25 gün xadimə işlədiyi evdən 5000-lik qızıl oğurlayıb bir nəfər. Hadisə Yasamalda baş verib. Xəbərə keçməzdən öncə qeyd edeyim, bu kimi xəbərləri, məlumatları çox tez-tez, xüsusən 1-2 il öncəyə qədər daha tez-tez eşidirdik. Biraz sakitlik idi, necə deyirlər, yenə də oxşar əməllər başlayıb. Bir insan sənə əgər çörək verirsə, lap çörək verirsə deyəndə hər kəs öz zəhmətinin müqabilində çörək qazanır, şübhəsiz havayı vermirlər. Amma yəni bu sənin iş yeridir, çörək qazandığın yerdir, bu sənin üçün önəmlidir. Hətta belə biraz daha pafoslu desək, müqəddəsdir. Ona görə ki, yəni sən təminatını buradan həyata keçirirsən və niyə oğurluq edirsən? Paytaxtın Yasamal rayonunda evdən xeyli miqdarda oğurluq edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə vətəndaş polisə müraciət edərək 5000 manat dəyərində qızıl zinət əşyası və 220 manat pulunun talandığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 43 yaşlı Dadaşova müəyyən olunaraq saxlanılıb, araşdırmalarla onun noyabrın 1-dən 25-nə qədər, yəni sırağa günə qədər orada işləyib təsəvvür edin, həmin müddətdə xadimə kimi çalışdığı evdən hissə-hissə qızıl zinət əşyalarını oğurladığı müəyyən edilir. Rayon ərazisində keçirilən digər tədbir zamanı isə zərərçəkənin cibindən 1882 manat talamaqda şübhəli bilinən 25 yaşlı Salmanzadə də polis tərəfindən saxlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir. Sən dur buna denən ki, Allah qapısını açsın. Nətər açsın? Yəni bu başqa bir bəndən pulunu oğurlayıb, qızılını oğurlayıb. Yəni bax, belə hallar olanda insanda belə bir qəribə bir, nətər deyərlər, təsəvvür formalaşır ki, yəni bəzən məsələn o imkanlı adamlar filan əhatələrində ancaq öz yaxınlarını ki, cəm eləyirlər. Fikirləşsən ki, bu niyə belə eləyir də, yəni bu yaxşı bir hal deyil və s. axır. Başqa birinə də çörək verə bilərsən. Amma görürsən ki, bəzən tanımadı, 25 gündür sən burada işləyirsən, artıq oğurluq verirsən. Bu nə deməkdir? Yəni çox ayıb bir vəziyyətdir və yəqin ki, necə deyərlər, müvafiq qaydada da cəza tədbirləri görüləcək.